Hər zaman yaxşı ol. Belə çevrədə uzunluğu keçəcəm. Sonra indi baxaq görək. Dairənin sahəsini dairədə alanı yüngül deyəcəm. 3-5 dəqiqə beləncə. Çox şey deyil açıqcası. Çətin bir dərs deyil. Yəni müəyyən qədərlə belə deyim də sahələrə aid olan pi kvadrat, 2 pi, sektorun və s. və ilaxır sahələri yəni işte gəldi, Kamil də gəldi. Gələcəklər, bəzi uşaqlar qoşulacaqlar indi. Aha, test 1-də uşaqlar birinci səhifədə, buyurun. Test 1-də birinci səhifədə. Aysun da bizimlədir. İndi bəzi qızlar da qoşulacaqlar. Bəzi uşaqlar da qoşulacaqlar. Yəni yeni bir nəsə matematikdən Merhaba və ya hocam. geometrdən. Test 1-də. Buyurun, salam salam. Test 1-də varmı uşaqlar? Buyurun lütfən. Süleyman, sən göy geometrdən eləyirsən də test 3-4-ləri demişdim sənə. Bəli. Hı. Çünki onları kampa gələndə mən şey eləyəcəm. Belə piçilməsin. Eee Sənə təkrar kimi, yəni əksikləri deyəcəm inşallah. Yəni eləyənmədiyim və s. və ilə. Hı -hı. Deməli belə. Test 1-də varmış uşaqlar. İkinci sayfada var. Hı -hı. Deyin. Siz nömrəni deyin. Yedinci. Hı -hı. Deməli R1 7-dir. Aha, verilir R1 7. R2 2. Bunun radyosu da 2'dir. Burada 7'dir. Bizim x isteyeceği. Tamam. KL 12'dir. Yani buradan çektiğim zaman 12. Tamam. 2 onda düşeceği buraya. 7'den 2 çıkanda 5 olur. Bu da 5, 12 Pifagor'a göre 13 olur. Hamısı. 13, 7, 2'ni. Yani 13'ten 9'u çıkanda neçə eləyəcək? 4 eləyəcək. Yəni C bəndi. Başladın mı Zeynep? Bəli, başa düşdüm. Hı -hı. Sorum neçə? 12 de var idi. Tabii tabii tabii. Uşaqlar sorularımızı verək. İndi bilirəm bəlkə də bəzi uşaqların. Deməli, burada paralellik var. CD paraleldir o A'ya. BD 3'tür. Deməli, radius burada böyük radius neçədir? 15'tir. Əgər mən diğer radiusu da çeksəm, nə olacaqdır radius? 15 olacaq. Onda Pifagora görə nə olacaq uşaqlar bura? 15, 12, 9 olacaq. Buradan da radiusu indirdiğim zaman, içine yani dik SC'den indirdiğim zaman 9 aşağı düştü. 15'ten 9 çıxanda elədi 6. 6 burada 12 Pifagora görə x kvadrat niyə bərabər olacaq? 144 üstə gəl 36. O da elədi 180. X da zannedersem 6 kök 5 olur ha.
36 vur 5 olar da yəqin ki. C bəndi. Test 1-də başqa varmı uşaqlar? Yoxdur. Test 2-yə keçdim. Burada neçədən idi test Zeynəb? 4 tane. Mhm. Test 2-də buyurun. Süleyman var idi sənin sualın başım. Hayır yoktu. Buyurun test 2-də Ay Kamil, e, Zərifə, Zeynəb, Süleyman, ondan sonra Kamran. 6. sual. Ben dördüncü soru. 4-cü sual və 6-cı sual. Haradadır 4? 4 bu sual. Aha. Aysun 4-ü necə eləyərik? Qoy bir dənə mən yazım. CD 3-dür. AB 4-dür. Aha. Deməli, məsafələr Gülay gəldi. Məsafələr C nöqtəsindən 2 dənə Beraber çəkilmiş olduğuna toxunanlar. göre CB de 3 olur. AC O da de yerinə olacak 3, 4, 5. 5 C-dən. Halal olsun. Bəli. Sonra neçə uşaqlar? 6 dediniz hə Zeynəb? Bəli. Hı -hı. Burada bir misal içində 2 dənə misal var. Bir misal içində 2 dənə misal. Deməli, çevrənin içində qarşı-qarşıya vətərlər bir-birinə bərabərdir hasilləri. 9 vur 4, 36. 36-nı 12-yə böləndə burada nə olacaq? 3 olacaq. Sonra Y haradır burada? PS Y. Hə. Burada da kural nətər idi? Y-in kvadratı bərabərdir. 2 vurulsun nəyə? 2 plus 6-ya. Y də nəyə bərabərdir? Nəyə? 4-ə. 4, bu da 3, cəmi nə eləyəcək? 7 eləyəcək. Keçdim ikinci səhifə. Test 2-də ikinci səhifə. Buyurunuz uşaqlar. 8 var orada. 8 var idi. Hı. Bir çevrənin içində 2 dənə çevrə var. 6 ilə 7. Deməli, burada nə olacaq uşaqlar? Burada 7 olacaq. Burada 6 olacaq. Deməli, böyük radius nə oldu Zeynəb? 6, 6, 12, 3, 15 oldu. Onda 7, 7, 14, 1 qalacaq. Yəqin ki, o bir yenisi də. O birisi, o da 1 oldu. Sonra neçə uşaqlar? 9 da var müəllim. Tabii, tabii, tabii. Deyəlim uşaqlar, suallarımızı deyəlim ki, Gülay necəsən? Eləmirsən Gülay başım bu testləri? Tamam, mənim yaşam siz necəsiz? Bəli, eləmişəm. Hı -hı. Adi edir 8-dir. Deməli, kvadratın bir tərəfi 8 olduğuna görə, deməli, burada radius nə olacaq? Ay Zeynəb, 4, 4 olacaq. Aha, bizdən EF-ni istəyəcək. Hı -hı. EF-ni istəyəcək. O zaman çevrəyə toxunma nöqtəsi. Burada X. Onda bura nə olacaq? 8 minus X. Düzdürmü? Hı -hı. Sonra nə olar? Onda burada toxunan məsələsi olduğuna görə burada 8 olar. Bunun hamısı 8 bir. Onda Pifagora görə nə olar? 8-in kvadratı üstə gəlmişsin. 8 minus x-in kvadratı
bərabər nəyə? 8 plus x-in kvadratı. Buradan da 2 alınır da elə bilirəm ki, 6, 8, 10 olması üçün. Bəli, 2 alınır. Xahiş edirəm, kim haranı anlamadıysa desin. Başladın mı Zeynep? Bəli, başa düşdüm. Var mı Gülay, sualın qalmasın de. Test 1-də, 2-də biz bir müzakirə elədik. Test 1-də, 2-də var mı Gülay? Var idi, müəllim, izah elədiniz. Test 2-də buyurun. Zərifə, səndə heç sual var mı? Heç yoxdur sual, hə? Bir iki sual var. Tamam. Test 2-də var mı? Kamran, səndə var mı test 2-də? Daha yoxdur müəllim. Keçdim. Test 3-ə. Buyurun. 5 hocam. 5. Faili istəyəcək bizdən. Radius 5-dir. Tamam. Gəlin biz buradan xətləri çəkək ki, baxın, bu şəkildə, buradan da bu şəkildə çəkirəm ki, bu vəbşim formalaşsın şəkildə. İndi mənə deyir ki, toxunmalar var. Tangent points. R bərabərdir 5-dir. Tamam, bura 5-dir. Bura 5-dir. Bu O-dan aşağıya olanın əlaqəsi yoxdur. Bu radius tamamlanmır. BC 8-dir. Tamam, 8-dir. Onda bura 8-dir. Burada 5 qaldı. Bura 3 qaldı. Nə istəyəcək bizdən? KL istəyəcək. Çox gözəl. Nə deyirik? Mərkəzdən vətərə çəkilmiş perpendikulyar onu yarıya böləcək. Yəni radius 5-dirsə, Pifagora görə 5, 3, bura olur 4. Mərkəzdən də yarıya böldüyünə görə 4 olur. Deməli, cavab nə olur uşaqlar? KL 8 olur. Başladın mı Zeynep? Mənim sualım deyil idi. Olsun. Mən yenə də deyirəm ki, Zeynep başladın mı? Bəli, başa düşmüşüm. Çox gözəl, çox gözəl. Sonra uşaqlar bu testdə, test 3-də. Gülay, test 3-də var mı mənim balam? Yesdi var müəllim. Altını eləmisiniz. Məndə də Burada 90 7 dərəcədir var. C, hə? 6-7 var. Burada diametri görən bucaq 90 olduğuna görə, bu da ay Kamran, tənbələnə görə 5K, 3K olur. Fisyan, Pifagora görə 8-in kvadratı üstə gəlməsin 3K-nın kvadratı. Uşaqlar, sualınız da olmasın, bərabərdir 5K-nın kvadratı. Buradan da 25-dən 9 sandirlik 16K kvadrat bərabər 64-ə. K kvadrat bərabər 4-ə. K da nə bərabərdir? 2-yə. Bizdən orada aşağıda nə istəyir? Radius istəyir, nə istəyir ki? Heç kim baxmır dərsə. Radius istəyir müəllim. Radius istəyir. Hamı yatır deyərsən. R bərabərdir 5-ə. Yazdınız mı Kamran? Bəli. 7-ci sual. Çox gözəl bir sualdır. Deməli, nə deyir? CY 5-dir. Tamam. DB-yə bir dənə A deyəndə AD olacaq 3A. Tamam. İndi çevrə sualıdır uşaqlar. Çevrə içində çevrə sualı olduğuna görə olacaq nə uşaqlar? X istəyəcək bizdən. Bu əslində belə 5 bölü 3-dür də. 3 A-nın A-ya nisbəti 5-in X-a nisbəti. 3x bərabər 5-ə, X də bərabərdir 5 bölü 3. Nisbətlərə görə. Aysun, necə eləyərsiniz? Fərqli şəkildə Süleyman, Zərifə necə eləyərsiniz bunu? Elə keçən ildə eləyəndə belə eləmişik, müəllim adlandırıb eləmişdi. Əslində burada biz bəzi sahə suallarında, Süleyman,
Bəzi sahə sualda üçbucaqların oxşarlığı məsələsində sanki elə bil ki, üçbucaq kimi baxanda muni kimi görə bilərsiniz. Gülaycığım, baş düzdə mənim balam. Bəli, müəllim. Sormuşlar bu testdə. 10. sual. Neçənci sual? 10. Bir saniye. Hı -hı. Zərfin necə eləyirik bu sualı? Burada 2x plus 4 beraber 6. X beraber 1. Ondan sonra bu Hı taraf -hı. 6 Deməli, sonra 5 ise çevrənin, bəli. Çevrənin xaricindən göndərilmiş toxunanlar birinə bərabərlər. Yəni 2x plus 4. 2x plus 4 bərabərdir 6-ya. 2x bərabərdir 2-yə, x bərabərdir 1-ə. Y nəyə bərabərdir 5-ə. Sonra uşaqlar, test 3-də varmı başqa? 11, Neçə? 11. Hə, kompüterin səsi alınmış. Mən deyirəm, səs niyə zəif gəlir? Fatimə də gəldi. İndi necə gəlir zərfə səsim? Yaxşı. İndi buradan, hə. İndi əgər mən buraya bir AA desəm, burada olacaq 2A. Yenə Pifagora görə Fatimə, A kvadrat üstə gəlinsin 2 kök altında 6-nın kvadratı bərabərdir 2A-nın kvadratı Fatimə. Bu da olacağına A kvadrat üstə gəlinsin 24 Fatimə bərabərdir 4A-nın kvadratına. 24 bərabərdir 3A-nın kvadratına Fatimə. A kvadrat bərabərdir 8-ə. A da nəyə bərabərdir? 2 kök altı 2-yə. Əgər bunun bir dənəsi 2 kök 2-dirsə, deməli burada nə deyir? 4 kök altı 2-dir. Yəni cəvhərdir. Soran varmı başqa? Bu 12 də yaxşı sualdır. 60 120 olur. Burada da 10 kök 3 10 kök 3. Bildinizdə 120 30 30-da A kök 3 olur. Gəldik test 4-ə. Buyurunuz ay Zərfə. Zərfə, səndə sual harda var mənim balam? Zeynəb, buyurun Kamran. İkinci var müəllim. Çox gözəl. Hı -hı. 7 olanda bura 7 olur. Deməli, bunun 18, 7, 25 olur radisi. Deməli, bura 25 olur. Tamam mı? Bura 25 olur. İndi mənim balalarım.
Mənim gül balalarım. O-dan F-ni birləşdirəndə radius 25 olur. Tamam mı? 7, 25, 24 olur. 25'ten de 24'ü çıxanda ne olur? 1 olur. Vəssalam, bitti. Bizden x minus y istəyirdə 23 olur. Sonra uşaqlar test 4'də Kamran, Süleyman, Zərifə deyin. Yoxdur Kamran. Zeynəb var sualına, Zeynəb sən? Xeyr. Yoxdur. Gülaycığım səndə varmı? Xeyr. Süper. Kamran? Xeyr, müəllim. O zaman